Salam hər kəsə, qaldığımız yerdən davam edirik. Ətə çıxartdım. Dolma üçün doğrayıb çəkməliyəm. Burada hindişkanın ətidir. Dünəndən kələmi qaynadıb qoymuşam. Hindişka deyirəm, qazın digər hissəsini də qoydum, pişir. Səhər açılıb, hələ heç kim qalxmayıb. Çay dəmlədim. Bir stəkan da çay süzdüm. Belə ritmik bir şəkildə başladıq günümüzə. Hazırlıqlar son sürətlə davam edir. Bunları hazırladım. İnci stolun üstünü, süfrəni hazırlayıb. Burada belə şirniyyat hazırlamağa çalışıram. Belə şirniyyat topları, dolma pişir. Qazın kartofunu pişirirəm. Buralar pis gündə də axırda siləcəm. Qazı da qəşəng pörtətmişəm. Hazırdır. Bir tutan qavlar çıxdıqca yuyub qoyuram. İnci nə gətirdin? Holdingdə yer olmadığına görə bunlar qıraqdaydı. Vinegret. Bunda yeni 3 dənə boşqava qoy. Düz qəşək. Bunun özünün rəngi qəşəkdir. Qəşək görünür. Mən də keçim bunları. Belə biskvitlərim var. Bunları oxalayım. İçərisinə malako. Sonra da kakaonun içərisində yumuruluyum. Yumru şirniyyatlar olsun. Qoyum o üçlü qabın gözünü. Bir tərəfinə. Kakaolu topları belə hazırladım. Bunun içərisində ərik qurusu var, qoz var, qara biskvit var, 2 cür malako tökdüm, skuşonka yanı tündləşdirilmiş, bir də ki südlü skuşonka tökdüm. Sonra da ki belə kakaoya buladıq. Görünüşü belə oldu. Ləzzəti super olur amma. Cavabı da çəkib aparıblar. 2 dənə belə qalıb. Çox yəqin ki şişə yerləşməyib. Buraları da təmizlədik. Bir dənə turşular qalıb. Turşuları qoyaq. 1-2-3 dənə turşu qalıb. Buraları silim, təmizləyim. Gedək sizə stol çəkim. Deyəcəksiniz, bu qız dedi salat, intihası ortada bir şey yoxdur. Axır ki bugün gülləri gətirdim evə. Yazıqlar orada donurdular. Bunu buraya qoydum. Hələ yuməmişəm. İşim var idi. Heç yumədim də. Bu buradadır, bu buradadır. Burada da maşniklərdir. Belə. Çuğundur salatı hazırladım. O da safit artıq qalıb. Burada da qoyub gediblər. Buraya qoyub hələlik. Çuğundur salatı, qarğıdalı salatı, vinegret, stalitni, bir də ki mimoza salatı. Burada da həmçinin eyniləri təkrarlanır. Belə qəşək geniş hazırladıq. Süfrəni uşaqlar hazırladı. Mən hazırlamadım. Mən başqa şeylərdəydim, işlərdəydim. Belə, indi gedim turşunu da qoyum. Ücü saat 2-də bir şey qalmayıbdı. Turşunu da qoyum. Onları da qəşək düzək. Sonra da bir dənə qalsın yeməkləri servis etmək. Onları da son anda saxlayıram. Qonaqlar gələndən sonra qəşək süfrəyə qoyaram. Kebablarımız da hazırdır. İsti-isti. Amma hələ ki qonaqlarımız gəlməyib. Bu işin profesional olmuşaq. Bunları apararsan salatlar nə qutardı? Eybi yoxdur. Qutarmadı, çox pis əzikləri var. Eybi yoxdur. Dayan, indi mən baxaram özüm. Bu birisi turşulardan qoyaq. Bunları doğrayaq. Gözü də görüm. Hər yerdə dürəyim sıxıldı. Bilmirəm, falan hələ. Bu da aşkım birə qoymuşuq. Qəşəkdir. Payınız çox olsun. Bəyənməyəsən aşkım. Payın çox olsun, xalas. Payın çox olsun. Sağ ol. Onlar da. Bunlar nədir? Ondur bax. Onu da aç. Aşkım, özün açdı. Həqqi? Son. Bəyənirəm. Yaxşı, nədir ki? Nə şey? Sağ ol, sən də sağ ol aşkım. Baxayım incə. Orada da bir başqa sırqa var. Nə qəşəkdir. Az özün əməli başlı şeyi salsın. Başı canı sağ ol. Sağ ol, çox sağ ol. Sırqaya da bax gör, sırqa nədir indi. Bax görək. Bir seç tamam. Utandı. Çəkmə də məni. Aşkım, sən hələ işləyəndə alasan falana. Yaxşı. Allah haqqı. İstiklər içində əlavə var onun. Çok qəşəngdir bu arada. Nə yaxşı. Oydu. Sevdim. Hava təzyiqi olsa valla sevindim. Zırvat şey yapmışdım. Nə yaxşı. Sevindim. Şükür, bəyən. Vaqif. Aşkım. Az oynamış, nə əziyyət çəkibsən? Allah Nə haqqı. indi qəbul oldu gələ bilmədim, nə yaşlarında gələ bilmədim. Xəcalət eləmirsən bizi, qız. Mən də.
İnan ki Vaqifdə başa getəcəkdim. Bilmədim belə necə, onun zövqünə bələddiyim. İnci dedim qadına. Qəşəngdir, Xoşuna qəşəng. gəlmişsə anasına soruşturacaq. Qəşəng. Olar, hə. Olar, hə, pulunu cembon geylər. Canın sağ olsun, payın çox olsun. Heç nə. Allah əvəzini versin. Sağlıqlı balam qəbul oldu. O boyda əziyyət çəkdi, yanına gələnməmişdi. Çox sağ ol. Sən sağ ol. İnci kofta xoşuna gəldi mi? Ciddi yalandan demə, demə. Həqiqət deyirəm. Hə, çox şükür. Geyinərsin, alt üstü. Geyinməsən verərsən özüm geyinərəm. Həqiqət deyirəm. Çox. Geyinərsən. Əsas o da xoşuna gəlsin. İşin sevindim. Çox. Xalam qurban. Sənə bərəkət. Qonaqlarımın yarısı gəlib, yarısı gəlməyib hələ. Ona görə tam süfrəyə keçməmişik. Dedim bir pozulmamış. Sizə də çəkim. Düzdür çəkmişdim, amma gecən səhərə əziyyət çəkmişəm bunları hazırlayanda. Ona görə dönüb təkrar yenə çəkirəm. Burada da şöminə açmışıq ki, biraz içimiz sinsin. Allah qonaqlarımın canlarını sağ eləsin. Yedilər, içdilər, qabları yudilər. Qızlar da sildi, təmizlədi. Ağıllı qızlarım. İndi də çaya keçdik. Çay süzürəm. Çay süfrəsini də düzəltdim. Çayımız da isinsin. Oturaq çaylayaq. Bu da bebeğimizin butulkası. Gecə saat 3-ə işləyib bu. Desəz ki, niyə bu vaxta qalmışdınız? Qonaqlarım getdi, buraları yığışdırdım. Bir dənə biskivitim var idi, daha doğrusu sabaha bir dənə zakazım var. Onun biskivitini pişirdim, qoydum, soysun. Özüm də dedim, 1-2 saat dincəlim, sonra qalxıb işlərimi görərəm. Çünki istər-istəməz gün ərzində yorulmuşdum. Biskiviti kəsdim, doğradım. Qəşəngcə yumşaq biskivitimiz çıxıbdı. Qaymağını çaldım. Qaymaq hazırdır. Baxdım ki, çayın içərisində az qaldı. Çayı doldurdum, qoydum. Özümə də bir stəkan çay süzmüşəm. Qızlar, bu stəkan alanın elə orasında belə açıqlıq var. Rənginin kraskalananda qırılmayıb. Rəngi kraskalananda ora kraska dəyməyibdi. Nəysə, çayımı süzdüm belə. 1-2 dənə qablar vardı. Onu yudum. Allah canlarını sağ eləsin. Daim qızı elə gəldi, yediklərini özü yedi, xalam qızı yuyurdu. Dedi ki, yox mən yuyuram, sən uşağı saxla. Sağ olsunlar, bütün qabları yuydu. Qablar da daha 5-10 dənə deyildi. Hə? Siz deyin 50 dənə, mən deyim 60 dənə, 100 dənə. Nəysə, qabları yuydu, təmizlədi. Qızlar da sildi, İnci ilə Aylin sildi, təmizlədi. Quruladı daha doğrusu. Yığışdırdılar, elə quruluya da yerləşdirdilər şkaflara, heç nə qalmadı. Bu sonradan çay süfrəsindən qalanlardı. Çay içdik, ondan qalanlardı. Şirniyyatları belə doldurdum bunun içərisinə. Hələ də yumşaqdır, görünürmü? Bilinmir, yox. Sobanın içərisində saxlayıram bunu. Orada həm qurumur, həm də ki, bilirəm ki, oradadır da, əlimə ayağıma da dolaşmır, belə deyim. İndi qalxdım, tortunu arasını kremliyim, qəşəng qaymaqlı kremlə arası qoz yoxdur bu səfər, sadəcə şokoladlı, bir də ki karamelli şokolad sosludur. Bunlar da intihar edir də. Neynədim, bunları yapışdıra bilmədim daha buralara. Axırda skotla yuxarıdan asmışam, ağzı gözü əyilibdir. Buralarını da skotlamışdım belə. Xeyri yoxdur, heç nə saxlamır bunları. Tortumuzu yığaq. Birinci çayımı içim. Tortu yığım. Görüm istəyirəm üstün ulduzları var. Çöpə keçirilən ulduzlar. İstəyirəm onları. Amma heç onun üstünə keçirtmək istəmirəm. Nəysə onları da hazırlayaram. Sonra görüm yuxum gəlsə gedib yataram. Yuxumu almışam. Yəni enerji fulldur. Heç yuxum da gəlmir. Napoleonla, axırıncı Napoleonumla içim. Qızlar da çox bəyəndi Napoleonu. Çox ləzzətli çıxmışdı doğrudan da. Əsas kremidir da bunun. Kremini qanuna uyğun olaraq yumurtalı südlə hazırlayanda qəşəng ləzzətli olur. Çayımı içim, keçim işlərimə. Keçdim tortun hazırlanmasına. Dünən yoldaşım bundan ötürü gedib biləcək tort ləvazimatlarına sırf bu xırmanın
skuşonkası olsun deyə. Bu da gedib ki, bir də görürəm zəng edib ki. Bəs bağlıdır şey. Tort ləvazimatları ayın 1-i üçün. Təzədən bugün yenə gedib. Bugün alıb gətirib. Sırf bu xırman olsun deyə da 2 dəfə biləcəliyə getdi gəldi. Çaydanımız da qaynayır. Əvvəl başqa cür qabda qoyurlar, indi belə qabda qoyurlar. Bunlar da yaxşıdır deyil. Bunu da biraz da açım. Kızlar baxın, bu belə qatıdır deyə sevirəm bunu. Yeməklər zadlar da burada qalıbdı. Onları da yerləşdirim. Amma birinci tortu yığım, sonra onları yerləşdirim. Ama önce bunu açaq. Yatmamışlar. Buraları da biraz el gezdirip şkafa yerləşdirib elə gedərəm. Bilmirəm, hamı da belədir, yoxsa mən də belədir. Xoşlayıram ev əhli yatsın, hamı yatsın, sakitçilik olsun. Ondan sonra keçim tortumla məşğul olum. Bu əvvəldən qal. Yaxşı xasiyyət deyil, amma ki, belə sakitçiliyi sevirəm. İşimi qəşək sakitçilikdə açam, bir dənə vlog qoyam. Vloga baxa-baxa yavaş-yavaş işimi görəm. Gələn gedən olmasın, səssizlik olsun. Öz keyfimlə yavaş-yavaş, necə deyirlər, işimdən ləzzət ala-ala işimi görəm. Çayımız da qaynadı. Sizə dedim mi qızlar, bilmirəm, mənim o gözəl termosum çox heyif. Qırıldı. Qaynanamın əlindən düşdü, qırıldı. Rəngi çox xoşuma gəlirdi. Kuxnanın, mətbəxin rənginə uyumlu idi. Soft rənglər idi də. Gərək indi təzəsini alaq. Ona görə da çaydanı qazın üstə qoymaqdan bir tərə eləmişik. Ən çox da qaynanam çay içir, gedib gəlib çay içir. Ona görə əsas termosdan istifadə edirdik. Bu da qırıldı. Günümüz ancaq qazın üstündə çaydan saxlamaqda. Düşürdən kimi də inansız 2 dəqiqəyə buz kimi olur çay. Keçin bunları hazırlayım. İmkan olsa yenə sizin üçün video açarım. Tortu yığdım, qutardım. Qısa bu gün səhər baxdım ki, qar yağır. Mən hələ güllərimi keçirtməmişəm içəri. Tez getdim, qaça-qaça hamısını keçirtdim. Bəhanəm də o idi ki, güllər ağırdı, keçirdə bilmirəm. Amma ki, vallahi belə adam istəyəndə elə də gözəl keçirdir ki, bu dəhşət ağır idi. Bir təri zorla gətirdim. Belə balaca görsəndiyinə baxmayın, üzü 1 metrədən çoxdur boyu. Çox gözəl böyüyübdü. Çox gözəl belə qol qanad atıbdı. Deyirlər ki, bu 1 metrəni keçəndə güya ki, insan yeni ev alır. Amin inşallah, nə deyək? İnşallah doğru söz olar. Bunu gətirdim. Sonra belə mum çiçəyi deyirlər. Bunun üstündən özünün ləkələri var. Kalçukdur, elə bir çox ağır çiçəkdir. Bunu gətirdim, digərlərini içəri qoydum. Hələ bunu basıra bilməmişəm. Bu burada məni gözləyir. O gün də bacım soruşur ki, basırdım mı? O özünkülərin şəklini atmışdım. Nə gözəl idi, maşallah, maşallah. Mən hələ bastırmamışam. Elə o vaxtdan bilmirəm niyəsə soyuqluq elədim, qalıbdı. İnşallah basıracağım. Bu da burada oturub özü üçün. Ben gedib niyə istəyirdi yatmısan? Oturub burada, bunlar da sanki kirliymiş kimi görünür, amma özünün üstünün ağları var. Oturub bu soyuqda, eşikdə də dəhşət soyuq var. Bəlkə də 0 dərəcədir. Bilmirəm, amma ki özü üçün oturub burada. Bu gün qəşəng yeyibdi, dünən də yeyib. Kababın bütün üstünün dərisini, nə bilim, hər şeyi bu yedim. Belə, bu da buradan sallanır, daha bilmirəm. Bu kombi buna təsir eləyərmi, eləməzmi? Neçə dəfə qaldırıb üstünə qoymuşam. İşlərimi qutardım, bir stəkan çay süzdüm. Təbii olaraq yenə qab-qaşıq çıxartdım Mirələm. Yedim, çayımı içim. Yenə də dedim bir sizə güncəlləmə keçim. Bugün bir də video çəkə bilməmişəm. Dünəndən bugünə yorğun idim. Dünən saat 3'də yatdım. Səhər saat 9 işləmişdi. Elə qalxdım. Yorğun uydum. Axşam da qonaqlar gedəndən sonra 1-2 saat oralarda hərrəndim. Saata baxın. Hərrəndim. Yatdım. Dedim bir 2 saat yenə dincəlib sonra qalxaram. İndi də enerji fulldur. Növbəti gündən salam. Səhər-səhər tort verəsiyəm. Onu hazırlayıram.
Belə üstünün bəzəklərini hazırlamışam. Qızlar daha çəkə bilmədim. Üstündə belə bantiki var. Nə bilim belə yazıları var. Oy, burada da çay dəmlədim. Səhər qalxdım, elə ilk iş torta girişmək oldu. Gözləyirəm su ərsin. Onları hazırlayayım. Səhərdən elə vaxtımı bunlar aparıbdı. Bu günümüzə də belə başladıq. İndi bir dənə qalıb tortu sıvayıb, yığıb üzərinin bəzəklərini qoymaq. Qabları da yerləşdirməmişəm, durur orada. Başlayaq günümüzə. Daha doğrusu tortu verməmiş günə başlaya bilmirəm. Tort bir dənə hazır olsa mənim günümdə başlayır. Tortun son halı belə oldu. Tortu 8 yumurtadan hazırlamışdım. 3 kilogram yarım oldu. Ölçülər yadımda deyil ama. Kızlar, tortu verdim. Tort getdi. Bir iki dənə iş var idi. Bunları da İnciyə vermişdim. İnci onları həll elədi. Akşam gec yatmışam deyə nəsə biraz yorğunçuluqdur. Qazın üstünü zadı da silməmişəm. Buraları silim. İnci günorta yeməyinin vaxtı gəlib. 12:45'dir. Biraz geçsin. Yemək hazırlayaq. Orada da tortu padlonun üstündə yığıram. Özünün altlıqları yerləşmir soyuducuya. Ona görə belə biraz daha balaca altlıqların üstündə yığıram. Onu da kəsəndə üstündə Napolyon var idi. Kəsəndə cırmışam. Baxın, bıçaqların izi qalıb. Gərək bunu yenidən üzləyəm. Bunları da yuyam, götürəm. İndi sən çəmbər yuya bilmirsən. Bunu da siləm. Nəysə. Bunu da siləm. Nəysə. Hava da yaman soyuqdur. İstəyirdim yürüyüşə çıxaq. O da ki, özümü yorğun hiss edirəm. Gəldim İncinin otağına, elə buna o gün sizinlə baxdığımda dedim görüm bir necədir. Gəldim bunlara baxdım. İncinin xalasının aldığı paylara. Bu səfər video biraz deyəsən qısa oldu. Da olsun, nə oldusa, neçə dəqiqəlik oldusa montaj edib yayımlayacağam. Evə qonaq gələndə adam əlinə telefon ala bilmir. Yəni deyə bilmirsən, ay qonaq gözlə, mən bir dəqiqə vlog çəkim, sonra davam eləyək. Elə nə fürsətim oldusa, nə bilim 5 dəqiqə, 3 dəqiqə hər nə çəkdimsə çəkdim. Hələlik bu günlük məndən bu qədər olsun. Bu günlük də belə olsun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir vlog oldu. Bəyəndinizsə videomu bəyənməyi unutmayın. Abunə olmadan izləyən bacılarım abunə olsa sevinərəm. Hələlik sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. İnşallah yeni videolarda, yeni vloglarda görüşmək üzrə. Hələlik.